Çempionlar Liqasında play-off'u demək olar ki, təmin etmiş Qarabağ çətin İngiltərə səfərinə yollanır. Premier Liqada işləri yaxşı getməyən Liverpool isə bu maçı qazanaraq top 8-likdə yerini möhkəmləndirmək istəyir ki, çempionata fokus olsun. Siz kanalımıza abunə olun, biz isə bu maçın detallı analizinə keçək. Dostlar, bizim İngiltərə sevdamız sizə yəqin ki, sir deyil. Ona görə də biz bu verilişin formatına bir qədər də rəng qataraq taktiki analizdən sonra Liverpool şəhərinə mədəni səyahətə yollanacağıq. Odur ki, videonun sonuna qədər izləyin ki, həmin o səyahət hissəsini də buraxmayasınız. Biz isə keçək analizimizə. İlk öncə Liverpool 13 oyundur ki, məğlub olmur bütün turnirlərdə. Bu veriliş əlbəttə ki, Bournemouthla oyundan öncə çəkilir və bizim də çox möhtəşəm komandaları gözə götürmək və rekordları qırmaq istedadımız var. Yəni onu indidən deyim ki, biləsiniz. Amma bu o demək deyil ki, Liverpool krizisi tam olaraq arxada qoyub və hər şey qaydasındadır. Bu 13 oyunun 6-sında Liverpool bərabərə qalıb. Onların da içərisində özəlliklə İngiltərə çempionatında Liverpoolun son 4 maçında turnir cədvəlinin Arsenalla yanaşı outsiderləri ilə də etdiyi heçəşələr də var. Bu heçəşələr fərqli formatda olunub. Əgər Fulhamla oyunda Liverpool ümumiyyətlə heçəşəyə də layiq deyildisə, Burnley məğlub etməli idi. Amma mahiyyət nədən ibarətdir ki, Arne Slot hələ də axtarışlarını davam edir. Xatırladaq ki, Muhammed Salah Afkonda, Afrikada olduğu müddətdə sağ cinah vingeri mövqeyində, ümumiyyətlə sağ cinah mövqeyində Frimpong sınanırdı. Amma Marseille maçda Liverpool bizim üçün çox qorxunc bir qələbə qazandı. Çünki Marseille həddindən artıq ciddi rəqibdir və bütün oyun komponentlərində Marseille üstələyərək Liverpool rəqibi darmadağın etdi və bizə maraqlıdır ki, Qarabağı Liverpool-la hansı formatda oyun gözləyə bilər. Bildiyimiz kimi Liverpoolun klassik formasiyası 4-2-3-1-dir. Harda ki, ilk altılıdan danışmıram. Adətən Florian Wirtz solda olur, sağda Muhammed Salah olur, ortada isə Dominik Szoboszlai olur. Hücumun sivri ucunda Isakın da möhtəşəm forması və zədəsini nəzərə alsaq, yeganə variant 2-2-dir. Bəzən orada Gakpo oynayır, bəzən solda Gakpo oynayır. Amma Marseille Arne Slot Salahı tam olaraq heyətə inteqrasiya etmək üçün olduqca maraqlı bir formasiya dənədi. Bu formasiyanı köhnə dədə-baba dilində 4-4-2, amma daha müasir dildə desək 4-2-2-2 idi. Və bu taktika həddindən artıq çox uğurlu oldu. Nəyə görə uğurlu oldu? İlk öncə Szoboszlai özünün ikinci ana mövqeyi olan sağ cinah yarım müdafiəçisi, winger yox, yarım müdafiəçisi mövqeyində həm 10 nömrə mövqeyinə çıxıb kömək edə bilirdi, həm öz mövqeyini kompensasiya edə bilirdi. Onun da yanında əlbəttə ki, Frimpong var idi, hansı ki, sürəti və faydalı şəmsalı sayəsində bütün cinaha bağlaya bilirdi Szoboszlai orada olmayanda. Amma ən əsas, Salah artıq müdafiə işinə qatılmırdı və öz enerjisini həm yaradıcılıq üçün, həm də ki, rəqibin müdafiəçisini qorxuda saxlamaq üçün istifadə edirdi və bu əslində Salah həmin maçda fərqlənməsə də həddindən artıq çox effektiv priyom oldu. Maraqlıdır ki, nəzərə alsaq ki, Qarabağla maçda bir tərəfdən Liverpoola istənilən hesablı qələbə lazımdır. Qələbə sayəsində baxın turnir cədvəlinə, Çempionlar Liqasının liqa fazasının gördüyümüz kimi top 5-liyin özəlliyi ondan ibarətdir ki, bu komandalar istənilən hesabla qələbə qazandığı təqdirdə onların da içində 4-cü yerdə gedən Liverpool var 15 xalla. İstənilən hesabla qələbə Liverpoolu top 8-likdə saxlayacaq. Top 8-lik Liverpool çox fundamentaldır. Niyəsi aydındır çünki Liverpool fevralın 17-si 24-ü 2 artıq Çempionlar Liqasının play-off maçına qatılmır. Biz də artıq ötən ildə də Manchester City-də də gördük, Juventusda da gördük ki, top klublar play-offa qatıldığı təqdirdə həmişə o play-off mərhələsini keçmirlər. Ona görə də Liverpoolun 8-də 1 finala getmək məsələsi fundamentaldır, amma nə qədər çox enerji sərf edəcək əsas məsələ budur və əlbəttə ki, Qarabağ oyunu da ölkə çempionatının 2 oyunu arasında gəlir. Bizim ehtimalımız odur ki, Liverpool birmənalı şəkildə qələbə üçün oynayacaq və Qarabağa yuxarıdan aşağı baxmayacaq. Eyni zamanda nəzərə alsaq ki, hazırda əsas prioritet Premier Liqadır. Premier Liqada dörtlüyü qarantiləməkdir. Ona görə də Liverpool bu oyunda ekonom rejimlə oynayıb qələbə qazanmağı hədəf götürə bilər. Gəlin bunun üçün Liverpoolun heyətini başa düşməyə çalışaq. Hansı heyət, əgər 4-2-2-2 və ya 4-2-3-1 olarsa, Liverpoolun optimal heyətidir və o heyətdən çıxışlar, istisnalar, əgər zədələr olmasa, onu göstərəcək ki, Liverpool bir qədər rotasiya əl atır. Belə ki, qapıda əlbəttə ki, Alisson Becker'dir. Müdafiənin mərkəzində Virgil van Dijk'dir. İbrahim Konate cəzadan qayıdıb, o olmasa Gomez oynaya bilər. Sol cinahda Kerkes'dir və ya Andy Robertson olarsa bu biraz rotasiya olacaq. Sağ cinahda bir mənalı şəkildə Frimpong'dur, çünki onun orada əvəzi yoxdur, əgər Szoboszlai deyilsə orada. Dayaq yarım müdafiəçisinin mövqeyində əlbəttə ki, McAllister və Gravenberch'dir. Sağ cinah yarım müdafiəçisi 4-4-2-də Szoboszlai'dır. Sol cinahda bir mənalı şəkildə Florian Wirtz olmalıdır və hücumun ikiliyinin biri Muhammed Salahdır, o birisi də Hugo Ekitike'dir.
Burada bir qədər rotasiya eləyə bilər Liverpool. Əgər 4-2-3-1 taktikası olarsa, o üçlüyün solunda Gakpo ola bilər və ya bu taktikada və ya 4-2-3-1-in də sivri ucunda Ugo Ekitike'nin yerinə Gakpo oynaya bilər. Yəni bizim gözləntimiz yəni ondan ibarətdir ki, əgər rotasiya olacaqsa və mütləq olacaq, çox güclü şəkildə olacaq ki, bu Liverpoolun qələbə şanslarına mane olmasın, amma yenə də əsas aksent Premier Liqada qalır. Çünki Premier Liqada hazırda amansız döyüş gedir ki, Liverpool özünün dördlükdəki yerini garantiləsin. Qarabağa gəldikdə isə biz nəzərə alsaq ki, Qurban Qurbanov daima stabil heyət meydana çıxarır və nəzərə alsaq ki, Qurban Qurbanov da özü də bildirdi ki, Kadi son maçda da forma geyməyəcək. Eyni heyəti gözləyə bilərik. Yəni eyni heyətdə yenə də eyni oyun formasiyasını gözləyə bilərik. Bu nə deməkdir ki, 10 nömrə mövqeyində oynayan Montiel tez-tez sağa düşüb Andrada'ya kömək eləyəcək. Eyni zamanda da topsuz oyunda yarım müdafiəni, yəni konkret olaraq Yankovic-i Bikalionu sığortalayacaq. Amma gəlin sadəcə olaraq mən iki oyun elementindən danışmaq istəyirəm Liverpoolda. Hansından ki istifadə edərək Qarabağ rəqibi bir qədər eksploatasiya edə bilər. Çünki demişdik ki, rəqib formasını bərpa etmək üzrədir, amma hələ də çoxlu problemləri olan bir komandadır. Birinci, əlbəttə ki, bu ölü toplardır, standartlardır. Çox böyük anomaliya ondan ibarətdir ki, Liverpool bu mövsüm cəmi 3 qolluq standartlardan vurub, amma öz qapısında 13 qol buraxıb. Nəzərə alsaq ki, bütün turnirlərdə, bütün bu mövsüm boyu komanda 29 qol buraxıb, o 29 qolun 13-ü, haradasa 45% standartlardan gəlib və Virgil van Dijk komandanın problemini standartlarla təsvir edəndə o deyirdi ki, komandanın ən böyük problemi ondan ibarət deyil ki, həmən asma edilir, cərimə zərbəsindən və ya kornerdən biz qol buraxırıq. Daha çox ya ikinci toplar, ya da ki, hücumun ikinci dalğası, yəni Qarabağın Eintrachtda vurduğu o üçüncü qol, qələbə qolu, məsələn, kornerdən gələn topun ikinci dalğası idi və Liverpool bu toplarda çox problemlidir. Məsələn, onun daha bir bariz nümunəsi Leeds United-də səfər maçında Leedsin oyun uzatmasında bərabərlik qolunu göstərmək olar. Harda ki, yenə də ikinci topda komanda çox effektiv oynadı və öz qapısından qol gördü və sürpriz bunun fəsadı olaraq Liverpool standartlarla işləyən məşqçisini Aaron Brixi qovub, bir növ vəzifəsindən azad edib. Bu qərar əlbəttə ki, məntiqlidir və nəzərə alsaq bizi əgər son 4 ilin tendensiyasına baxsaq, görürük ki, Liverpool hər il standartlardan daha az qol vurmağa başlayır. Üstəlik XG-də də Liverpool çox ciddi şəkildə standartlardan oturub. Yəni vəziyyət o yerdədir ki, komanda indirect free kick-də, yəni birbaşa qapıya getməyən cərimə zərbələrindən ümumiyyətlə rəqib qapısına yol tapa bilməyib. Liverpoolun bu zəifliyidir, hansı ki Qarabağ eksploatasiya edə bilər. Digər tərəfdən isə Liverpoolun daha bir ciddi zəifliyi Gravenberxin tipik Moises Caicedo tipajında dayaq yarım müdafiəçisi olmamasından irəli gəlir. Bununla mən nə demək istəyirəm? Əlbəttə ki, bir tərəfdən ötən mövsümdə də Gravenberx nominal 6 nömrə deyildi, daha çox 6-8 nömrə idi və bu Liverpoolun çempionluğuna və möhtəşəm mövsümünə mane olmadı. Amma digər tərəfdən bəzi epizodlar olur ki, hardakı dayaq yarım müdafiəçisi onu bağlamalıdır və o rola nə Alexis McAllister uyğundur, nə də ki Gravenberx. Gəlin bunu bir epizodla göstərək. Bu epizod həmən gözə girmir, amma analizdə çox rahat şəkildə görünür. Baxın, burada Liverpool Burnley-dən qol buraxır və bu buraxılan qolda iki element öz işini görür. Birinci olaraq əlbəttə ki, sağ cinah müdafiəçisi Frimpong lazım olmadığı halda kompakt mərkəzə yıxılmağın yerinə öz cinahına belə bir növ əlifba ilə gedərək qalır və idealda, baxın, bu boşluqda dayaq yarım müdafiəçisi, sağ dayaq yarım müdafiəçisi Liverpoolda nominal olaraq Gravenberxdir. O olmalı idi, amma Gravenberx olmadığına görə Burnley bu pas kanalına girərək qol pasını atır və eyni zamanda gəlin xatırlayaq hesabı bərabərləşdirərkən Eintrachtla Yankovic'in şahanə pasını və həmin pasdakı həmin o sol cinah mövqeyinə atılmışdı. Yəni eyni analogiya Yankovic, Elvin Cəfərquliyevə bu maçda da işləyə bilər. Çünki Liverpoolun yarım cinahları bəzən problemli olur. Xüsusilə bu hissə yox. Baxın, bu hissə. Çünki dayaq yarım müdafiəçiləri əgər öz mövqelərini itiriblərsə və ya yuxarıdadırlarsa, təbii dayaq yarım müdafiəçisi olmadığına görə nə McAllister, nə də ki Gravenberx bu epizodları hiss eləyərək topsuz olaraq ora gedib o zonanı blok edə bilmir. Və nəzərə alsaq ki, Qarabağda Eintracht elə analoji ssenaridən qol vurdu. Eyni qolun tipajına Yankovic'in daha bir möhtəşəm pası ilə biz Benfica'ya Duranın bərabərlik qolunda vurmuşduq. Ümid edək ki, Qurban Qurbanov bu detala fikir verərək Liverpoolu cəzalandıra biləcək. Dostlar, oyunun taktiki analizini bitirdik. Oyunun necə keçəcəyi ilə bağlı fikirlərinizi şərhlər bölməsində gözləyirəm. Biz isə yollanaq Liverpool şəhərinə. Əziz dostlar, Cavid indiyədək
futbolun taktiki cəhətini Bakıdan çatdırmağa, göstərməyə çalışırdı. Amma nə futbol təkcə taktikalardan, nə də komandamız sadəcə Bakıdakılardan ibarətdir. Mən Nihat Mansuroğlu, İngiltərədə yaşayıram. İdman menecmenti üzrə Coventry Universitetində təhsil almışam. Hal-hazırda həm 3-4-3 üçün, həm də ölkəmiz üçün İngiltərədə peşəkar karyeramı davam etdirirəm. Bu gün isə ənənəvi taktiki analizimizin yanında qarşımıza belə bir gözəl fürsət çıxıb. Qarabağımız Çempionlar Liqasının liqa mərhələsinin son oyunu üçün Liverpoola gələcək. Cavid sizə Liverpoolla bağlı bütün taktiki gedişləri, analizləri verdi. İndi isə gəlin şəhəri mədəni cəhətdən tanıyaq. Liverpool həm futbolla, həm də musiqi ilə nəfəs alır. Dünyanın ən məşhur qruplarından biri olan The Beatles Liverpool şəhərində doğulub. Burada isə onlara məxsus heykəlləri görə bilərsiniz. Burada şəhərin simvolik yerlərindən biri hesab olunur. Eyni zamanda Liverpool liman şəhəri olaraq da məşhurdur. İndi isə Liverpoolun şəhər mərkəzindəyik. Digər İngilis şəhərləri kimi burada da mərkəzdə bir çox restoranlar, kafelər, alış-veriş mərkəzləri, banklar bir aradadır. İnsanlar gələrək burada həm əylənirlər, həm də alış-verişlərini eləyirlər. Liverpoolun dar küçələrindən birindəyik. Beatles'ın şəhərə təsiri təbii ki, əvəzsizdir. Hər yerdə Beatles'la bağlı bir şeylər görmək olur. Hal-hazırda onlarla bağlı dükanın qarşısındayıq. İndi içəriyə gedəcəyik, görək içəridə nələr var. Və Anfield stadionundayıq. Bura 1892-ci ildən bəri mövcuddur. Burada keçirilən hər oyun, hər qələbə, hər mahnı bu şəhərin futbolla birlikdə yaşamasını simvolizə eləyir. Burada çox tarixi anlar yaşadılır. Bura isə Kop tribunasıdır. Liverpool azarkeşlərinin ən çılğın olanları bu tribunada öz dəstəyini komandasına göstərir. Növbəti həftə biz onları da sizə göstərəcəyik. What do you think about the Liverpool this year? Shit. Okay, why? What is the problem, you think? Not consistent enough. Yeah. You think that Arne Slot is going out, or you love him, or? It's we're not a team that sacks managers willy-nilly, so I don't know. Greatest football club in the world. Yeah. It's only a blip, as we call a blip. It's a only small problem, but we'll become back on the top again. Okay. When you first time watched football in here, you remember? When? Yeah. First time. You see these houses here? Yeah. That's where I grew up. So the first time I came into the ground, I was about this big, and it was the gates used to open at 15 minutes before the end of the game. And then I used to come in, and then I watched the last 15 minutes. O insanları xoşbəxt etdi. Bu heykəl Bill Shankly'yə məxsusdur. O Liverpool klubunun əfsanəvi məşqçilərindən biridir. Klubu yenidən dizayn eləyib və Avropanın nəhənglərindən biri halına gətirmişdi. Natural enthusiasm, that's the whole thing. It's the greatest thing in the world, natural enthusiasm. You're nothing without it. It's Anfield's turn now to sing football's most famous anthem.